Salam, hər vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafiya kitabından bölmə 1.1 ümumiləşdirici tapşırığın izahına baxacağıq. Bizə belə bir plan verir. Planda şərti işarələr və rəqəmlər verir. Bu rəqəmlərin mənasını biz indi biləcəyik. Nədir? Bu rəqəmlər vasitəsilə biz şərti işarələr, plan üzərində yerləşən şərti işarələrin dörtlü və altlı koordinat sistemlərini tapacağıq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Birinci çalışmada bizə deyir ki, yəni A-da dörtlü koordinat şəbəkə sistemində verilən rəqəmləri hansı obyektlərə uyğun olduğunu müəyyən edin. Gəlin müəyyən eləyək. Baxın, bizə 10, 20-ni verib. Biz dörtlü koordinatı tapan zaman üfüqi və şaqlı xətt olaraq baxırdıq. Baxın, onun harada yerləşir? Baxın, burada. Baxın, onun üfüqüsü budur. Daha sonra şaqlı hansıdır? Daha sonra 20. 20 də baxın, budur. Kəsişməsinə baxırıq. Ofis və məhkəməyə düşür. Yəni, bu oldu bunun koordinatı. Bəs biz burada yol niyə demədik? Gəl, yol niyə demədiyimizi də deyim. Baxın, planda xətti işarələri, yəni xətti şərt işarələri bir başlanğıcı, bir də sonun koordinatı deyilir. Yəni, planda hər keçən yerdə xətti şərt işarələri koordinatı deyilir. Məsələn, burada çayın koordinatı, həmçinin yolun koordinatı deyilmir. Yəni, baxın, bir sonda, bir də başlanğıcda koordinatlar deyilir. Daha sonra bizdə ikinci koordinata baxaq. 18, 22. Baxın, yenə üfüqi olaraq 18-i tapırıq. Baxın, budur. Daha sonra isə 22. Hara düşdü bizdə? Baxın. Bizdə düşdü binalara. Daha sonra yenə baxırıq. 13, 23. 13 haradadır? Baxın, 13 buradadır. Üfüqünü buradan tapdı. Sonra 23 harada? 23 də baxın, buradadır. Düşdü bizdə hara? Binalar və məscidlərə düşdü. Daha sonra 12, 20-yə baxaq. Baxın, 12 baxın, buradadır üfüqi. Daha sonra 20 haradadır? Baxın, 20 də buradadır. Baxın, bizdə də düşdü. Baxın, burada körpüyə düşdü. Həmçinin istəsək çay da deyə bilərik. Körpü, çay və yola düşdü. Daha sonra 07, 20-yə baxaq. 07, 20-yə baxaq. Baxın, 07 buradadır. Baxın, buradadır. 20-si də baxın, buradadır. Baxın, düşəcək əkin sahələri və binalara düşəcək. Ən çox əkin sahələri və əkin sahələri elə deyək. Baxın, bunu tapdıq. Sonra 18, 23-ə baxaq. 18, 23-sə baxın, bu hissəyə düşür. Məktəbə düşür. Daha sonra 11, 23-ə baxaq. 11, 23 baxın, hansı tərəfə düşür? Baxın, 11-in üfüqüsü budur. Bəs 23 hansıdır? Baxın, 23 də baxın, budur. Baxın, 23 də baxın, budur. Hara düşdü? Çaya düşdü. Yəni, çayın başlandığı yerə düşdü. Daha sonra 10, 22. Baxın, onun üfüqüsünü tapmışdır. Baxın, onun üfüqüsü buradadır. 22 haradadır? 22 də baxın, buradadır. Hara düşdü? Parking və ofisə düşdü. Bu oldu A-nın çalışmasının cavabı, yəni dörtlü koordinatını tapdı. Daha sonra ikinci çalışmaya baxaq. İkinci çalışmada bizdə deyir ki, obyektlər altlı koordinat şəbəkə sistemləri ifadə edin. Yəni, baxın, burada məktəb, parking, xəstəxana, telefon köşkü, məscid, məhkəmə, kafe, poçtu bizdən soruşur. Biz altlı koordinat necə tapacağıq? Altlı koordinat tapmaq üçün ilk öncə biz dörtlü koordinat tapacağıq. Daha sonra isə baxın, deyək ki, məsələn, məktəbdə izah edəcək. Baxın, məktəb baxın, bizdə yerləşir. Biz onun dörtlü koordinatını yazaq. Baxın, dörtlü koordinatı, baxın, budur, 08, 08, baxın, 23. Baxın, bu oldu, onun birinci dörtlü koordinatı yazırıq. Amma biz dörtlü koordinatda fərqli olaraq bunları biraz aralı yazacaq. Yəni, ortasını boş qoyacaq, bir də axırına. Baxın, 08, 23. Daha sonra biz bunun necə deyirlər, altı koordinatını tapmaq üçün birinci şaqlı olaraq, yəni məktəbin yerləşdiyi obyektə qədər sayacağıq. Yəni, baxın, buradan buranı sayacağıq. Yəni, bu olacaq, onun mütləq mövqeyini tapmış olacaq. Baxın, gəlin sayaq. Baxın, 1, 2, məktəbdə şaqlı xəttdə, yəni məktəbə qədər olan xətt, yəni say 2-dir. Ortaya 2 yazır. Birinci şaqlı yazırıq altda, yəni 08 dörtlü koordinatların arasında. Daha sonra üfüqi olaraq sayırıq. Baxın, 1, 2, 3. Məktəbə qədər də üfüqi olaraq 3-dür. Axırına 3 yazdıq. Bu oldu 08, 22, 33. Yəni, bu oldu məktəbin altı koordinatı. Yəni, məktəbi tapdıq. Yəni, indi biz başqa çalışmalarda da biz bunu daha dəqiq yerinə yetirəcəyik. Bizdə parking istəyir. Yəni, parkingə baxaq. Birinci parkingin gəlin dörtlü koordinatını tapaq. Baxın, birinci, baxın, 10-da kəsişir. Yəni, üfüqisi. Daha sonra 22. Yəni, dedik ki, birinci dörtlüyü tapırdıq. Altımızda 10.
Amma bunları aralı qoyulur. Ortası boş qoyulur. 10, 22 tapdıq. Daha sonra parkingin şeyinə baxaq. Birinci Şaqilin sayırdı. Baxın. Bax parking burdadır. Şaqili xəttdən parkinqə qalan məsafə. Baxın 1, 2, 3. Baxın ortaya yazır 3. 10, 3, 22. Daha sonra üfüqünü sayırıq. Baxın üfüqü də bax buradan bura qədər olan məsafəni sayacağıq. Baxın 1, 2, 3, 4, 5. 5. Bu da oldu parkingin altlı koordinatı. 10, 32, 25. Parkingi tapdıq. Daha sonra xəstəxanaya baxaq. Xəstəxana baxın bu hissədə yerləşəcək. Baxın xəstəxana burada yerləşir. Yəni xəstəxananın koordinatını tapaq. Birinci yenə dediyim kimi 4-lüyü tapırıq. Baxın 09. Daha sonra 20-ni tapırıq. 09, 20. Baxın. Baxın yəni 4-lüsünü tapırıq. Baxın 09, 20. Daha sonra Şaqildən sayırıq. Baxın 1, 2, 3, 4, 5, 6, 7. 7. Şaqildən bura 7-dir. 09 ilə 20 arası 7 yazırıq. Daha sonra üfüqüsünü tapırıq. Baxın. Buradan görə bura qədər məsafəyə qədər. Baxın 1, 2, 3, 4, 5, 5. Ne oldu 5? 09, 72, 05. Bu oldu onun xəstəxana altlı koordinatı. Xəstəxana tapdıqca üstünə xətt çəkək. Daha sonra telefon köşkünə baxaq. Telefon köşkü baxaq görə bizdə hardadır? Birdən görüm. Hə, telefon köşkü baxın buradadır. Gəlin onun biz dörtlü koordinatını tapaq birinci. 11. Daha sonra isə baxın elə kəsməsinə baxırıq. 22-də kəsir. 11, 22-nin kəsməsindədir. Yəni araları boş qoyuruq. 11, 22. Daha sonra görək Şaqili xəttdən telefon köşkünə qədər olan məsafə nə qədərdir? Baxın sayırıq. 1, 2, 3, 3. 11, 22 arası 3 yazırıq. Daha sonra üfüqi olaraq üfüqdən nə qədərdir? Üfüqi xəttdən telefon köşkünə olan məsafə nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-dir. Bu oldu telefon köşkünün koordinatı. 13, 32, 28. Daha sonra məscidə baxaq. Məscid baxın burada yerləşir. 13, 23-də yerləşir. Baxın 13, 23. Bu onun dörtlü koordinatıdır. Daha sonra Şaqildən başlayaq saymağa. Baxın məscid Şaqili xəttdən sayaq. Baxın 1, 2, 3, 4, 5. Baxın 5. Şaqili xəttə, yəni Şaqili xəttə ortaya yazırdıq. Daha sonra üfüqdən məscidə qədər olan məsafəsi 1, 2, 3, 4, 5. Bu oldu 5. Baxın məscidin altlı koordinatı oldu 13, 52, 35. Daha sonra baxaq görək məscidi də tapdıq. Sonra məhkəməni tapaq. Məhkəmə baxın burada yerləşir. 10 və 20-nin kəsməsində yerləşir məhkəmə. Nəsə aralayacaq. 10 və 20-nin kəsməsində yerləşir. Yəni Şaqilidən məhkəməyə qədər olan, Şaqili xəttdən məhkəməyə olan məsafə isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 8. Daha sonra üfüqdən olan məsafə isə 8-i 10 ilə 20-nin arasına yazırıq. Üfüqdən məhkəməyə qədər olan sayırıq. Baxın. 1, 2, 3, 4, 5, 6, 6. 6-nı da buraya yazırıq. Oldu 10, 10, 82, 16. Yəni bu oldu məhkəmənin koordinatı. Daha sonra kafeyə baxaq. Kafe görək hardadır. Kafe baxın buradadır. Fincan işarəsi. Kafeyə baxın düşür 10-a. 10 və düşür 21-ə. 10, 20. 10, 21. Baxın 10, 21. Gəlin baxaq. Şaqili xəttdən kafeyə qədər olan məsafəni sayaq. Baxın bu hissəni sayaq. 1, 2, 3, 4, 5, 6, 6. Daha sonra üfüqdən olan sayaq. Baxın. 1, 2, 3, 4, 5, 6, 6. Yəni oldu 10, 62, 16. Yəni bu oldu kafenin koordinatı. Daha sonra poçtun koordinatına baxaq. Poçtun da koordinatına baxaq.
Post hardadır? Postun görün hədiyyə məktub işarəsi olanda görək hardadır post. Hədiyyə baxın buradadır. Gəlin də buranı təmizləyək. Daha yaxşı tapa bilərik. Postun koordinata baxaq. 11-dir, 11, üfüqi xətti 11-dir. Şaqili xətti 21-dir, 11. Daha sonra 21, sonra sayaq görə şaqili xəttdən posta qədər olan məsafə 1, 2, 2, 11, 22. Daha sonra isə məsafəyə baxaq. Üfüqi xətt olan məsafəsinə baxaq. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənədir. Bu da oldu 11. Ben sərfəli yazsam. Baxın ki. Oxuma olmadı. Ha 11. 11, 2. Ben tam oxuyum. Baxın dörtlü koordinatı bir sərfəli yazsam oxuya bilmədim bunu. Baxın buradan yazaq 11. Dörtlü koordinatı 11, 21 idi. Daha sonra 2 ve 9 idi. Ben oldu 11, 22, 19. Bu da oldu postun koordinatları, altı koordinatı. Daha sonra ise can xəritəni təmizləyək və digər tapşırığı yerinə yetirək. Yəni üçüncü tapşırığı yerinə yetirək. Həmçinin altı koordinatda şagirdlər əgər rəqəmləri bir-birinə yaxın yazıblarsa düzgün götürmək olar. Misal üçün deyək ki 6 koordinatı 7 ise şagirdlər 5 və yaxud 6 yaxud 8, 9 yazıblarsa düzgün götürmək olar. Yəni bu necə deyirlər, burada tam dəqiqliklə saymaq biraz çətindir. Ona görə yəni əgər siz özünüzlə belə məsəl üçün deyək ki 6 koordinatı şaqildən saymısınızsa 6 saymısınızsa cavab 8 çıxırsa, yəni onu düzgün götürmək nisbətən olar. Daha sonra C-yə baxaq. C-dəki tapşırıq yerinə yetirək. Bizə deyir ki 0719, 0721, 0819, 0820, 0919 əraziləri ilə 0722, 0723, 0823 ərazilərin xüsusiyyətlərinə görə fərqləndirin. Gəl fərqləndirək. Biz gəlin koordinatları tapaq. 09, 07 daha doğrusu 19'a baxaq. 07, 19'un kəşməsi baxın buradır. Daha sonra 07, 21'in kəşməsi baxın buradır. Daha sonra bizdə deyir ki 08, 19'un kəşməsi baxın. 08 kəşməsi baxın buradır. 08, 19'un kəşməsi baxın burada. Yəni bu. Daha sonra baxaq. 08, 20'in kəşməsinə baxın. 08, 20'in kəşməsi baxın buradır. Yəni bu hissədir. Daha sonra 09, 19'un kəşməsinə baxın. 09, 19'un kəşməsi baxın burada. Yəni bura düşəcək. Yəni gördük ki, baxın bu hissə əkin sahələrinə düşür. Yəni çox əkin sahələrinə. Daha sonra 07, 22, 07, 23 və 08, 22'nin ərazini istəyir bizdən. Yəni hansı əraziyə düşdüyünü soruşur. Gəlin baxaq. Bunu mən təmizləyim. Baxaq 07, 22, 07, 22 hara düşür? Baxın 07, 22 baxın düşür bura. Daha sonra 07, 23 hara düşür? Baxın düşür bura. Sonra 08, 22 hara düşür? Baxın düşür bura. Yəni görürük ki binalara düşür. Yəni bu da binalar və yaşayış sahəsinə düşür. Burada oldu yaşayış sahəsi. Dedik ki baxın bu ərazilər 07, 19, 07, 21, 18, 19, 18, 20, 09, 19 ərazilər əkin sahələrinə düşür. 07, 22, 07, 23, 18, 22 isə 18, 22 düşür yaşayış sahələrinə, binalar olan tərəfə düşür, insanlar yaşadığı əraziyə düşür. Yəni C-nin də cavabı bu oldu. Daha sonra D-yə baxaq. D-yə baxaq. D-yə baxaq. D-də bizə altılı koordinat verib. 11, 18, daha doğrusu 11, 82, 82, 29, 12, 82 və 82 və 00 koordinatları verib, 6 koordinatı. Yəni bunların bizdən ərazilər bir-birinin fərqini soruşur. Daha əlverişli olan, hansı ərazinin daha əlverişli olduğunu soruşur. Biz demişdik ki 6 koordinatdan 6 koordinat oxumaq üçün 4'lü koordinata keçmək lazımdır. 4'lü koordinata keçən zamanda baxın bu ortadakı axırdakı rəqəmi silirik. Yəni 11, 22
Yəni bu oldu dördlü koordinata keçirdi. 11, 22 baxın. 11-in üfüqi xətti buradır. 22-nin üfüqi xətti baxın buradır. 22-nin şaqili xətti baxın buradır. Yəni düşəcək bizdə baxın. Offset düşür. Daha sonra düşür bizdə bunun şeyi düşdü bura. Bunun tapa bilmədim. Hə, binadır bu. Yox, telefon köşküdür. Baxın, ofis və telefon köşkünə düşür. Daha sonra yəni tapdıq ki, bu 11-22 telefon köşkü və ofisə düşür. Daha sonra buna baxaq. Bunu da gəlin dördlüyə keçirək. 8-i və 0-ı silirəm. O 12-20 olur. 12-20-nin də koordinatına baxın. 12 baxın buradadır üfüqi xətt. Və 20 də baxın bir hissədədir. Buradır. Bax, bunun da oldu koordinatı düşdü nəyə? Çay üzərindəki körpüyə düşdü. Bizdən hansı daha əhəmiyyətlidir onu soruşur. Baxın, görürük ki, 12-20-də heç kim yaşamır. Yəni boş ərazidə sadəcə bir körpü var. Yəni heç bir əhəmiyyəti o qədər də yoxdur. Amma görürük ki, baxın, bu ərazi, yəni 11-22 şəhər ərazisinə düşür. Yəni telefon köşkü var, daha sonra körpü var, ofis var. Bu ərazilər isə insanların yaşadığı ərazilərə düşür. Yəni insanlara xidmət edən sahəyə düşdüyü üçün daha əlverişli sayılır. Ona görə burada daha əlverişli ərazi olacaq bizdə 11-22. Daha sonra Y-yə baxaq. Yəni fərz edin ki, sizin market və zavod qurmaq istəyirsiniz. Bunları planda harda yerləşdirərdiniz və əvvəlcə bu böyüklüyə simvollaşdırın, daha sonra isə onları altı koordinat sisteminə görə yerləşdirin. Gəlin yerləşdirək. Baxın, bu olsun bizdə market. Bu da olsun bizdə zavod. Üç bucaq, yəni zavod olsun. Yəni biz bunları hara yerləşdirə bilərik? Bilirik ki, market insanlara xidmət elədiyi üçün, yəni insanların maddi tələbatını ödədiyi üçün insanların yaşadığı yerə daha yaxın yerləşdirməlidir. Məsələn, biz marketə baxın, bu hissəyə yerləşdirə bilərik. Daha sonra baxın, bu hissəyə yerləşdirə bilərik. Daha sonra baxın, bu hissəyə yerləşdirə bilərik. Zavodu isə insanlardan kənarda yerləşməlidir. Yəni şəhərdən kənara yerləşməlidir. Bir iki zavodlardan zərərli tüstülər, sonra zərərli maddələr çıxdığı üçün bu daha çox açıq ərazilərdə yerləşdirilməlidir. Baxın, bir zavodu baxın, bu hissələrdə yerləşdirə bilərik. Baxın, bu hissələrdə. Ona görə də gəlin, biz, məsəl üçün, mən zavodu yerləşdirəcəm, baxın, bu hissədə yerləşdirəcəm. Marketə yerləşdirəcəm, baxın, deyək ki, insanlar yaşadığı yer olsun, baxın, bu hissədə yerləşdirəcəm. Baxın, təmizləyim buranı. Marketi qoyacam, baxın, bura. Zavodu qoyacam, baxın, bura. Gəlin başlayaq. Koordinatları yazaq. Koordinatları yazaq. Baxın. Bizdən altı koordinatı 07, 22-yə düşəcək. Baxın. Marketin koordinatı 07. Birinci dörtlü yazırdı. 6'lı da keç. 6 tahmin olsun. 07. Burada yer azdı. Baxın 07, 22. Daha sonra gəlin koordinatını tapaq. Baxın 1, 2, şaqili xətt 2, üfüqi xətti isə 1, 2, 3, 4, 5, 5. 07, 22, 25. Bu oldu marketin altlı koordinatı. Mən özüm üçün bu hissəyə qoydum. İstəsəz başqa yerdə qoya bilərsiniz. Yəni insanların daha çox yaşadığı yerə. Daha sonra zavodun koordinatına baxaq. Zavodun koordinatına baxın, bu hissədədir. 13, 20. 13. Məsələ yazaq ki, altı koordinatda yer qalsın. 13, 20. Daha sonra gəlin 16 koordinata keçirək. 1, 2, 3. Şaqildən 3. 13. 13, 32. Bir də gəlin 6'da da tapaq. 6'da da 2 olacaq. 2. Bu da oldu zavodun koordinatı. Marketin koordinatı oldu 07, 22, 25. Zavodun koordinatı oldu 13, 32, 02. Video bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.